Ləman xanım çox xahiş edirəm, Razı bəydən soruşardınız. O vaxt namizədliyini irəli sürəndə MSK-ya gəlir bəyannaməsində Novxandakı villasını hardan aldığını niyə gizlədib, niyə deməyib deyə sizdən soruşur. Mənasız sualdır, elə şey olmayıb. Mənasız sualdır, elə bir şey olmayıb axı. İndi olmayan bir şeyi nə danışım ki? Mənasız deyirsiniz. Elə bir şey yoxdur axı. Yəni Novxanda villanız yoxdurmu? mən Novxanda yaşayıram, mənim evimdir. Mən orada yaşayıram. Mən Novxanada 2000-ci ildə Novxanda yaşayıram. 2000-ci ildə. 2000-ci ildə Novxanda yaşayıram. Bu dediniz ki, villanı tərcüməçilik eləyirdik. Mən yavaş-yavaş, mənim öz, yəni ki, mən yaşaya bilmərəm, mən evim ola bilməz. Yox, əlbəttə ola bilər. Adamlar soruşurlar, da mən deyim. Novxanda yaşayıram. Razı bəy, insanlar soruşurlar, ona görə deyirəm ki, yəni sizdən soruşurlar, ona cavab verməliyikdə. Bizdən də soruşurlar, çox şeyləri soruşurlar, bacardığımız qədər cavab verməliyik. Sadəcə mən ağlıma gətirmirəm ki, tərcüməçilik eləyir, Novxanda villa tikdirmək olarmı? Mən niyə tikdirə bilməmişəm, yaxşı? Mən jurnalist işləmişəm də ömür boyu. Pis yaxşı işlər, mən aynısı işləmişəm, azadlıqda işləmişəm. Yaxşı maaş almışam, hürriyyətdə işləmişəm. Amma hər kəsin evi var da, yəni ki. Valla mənim yoxdur şəxsən. Sizin eviniz. Mənim şəxsən yoxdur, mənim hocam. Doğulduğum kənddə də yoxdur valla. Kəndlərdə də hər kəsin evi var da. Allah hamıya xeyirli qismət eləsin. Mən niyə ki, mən maaş da almışam, işləmişəm də, torpaq almışam, yavaş-yavaş tikmişəm. İndi siz də tikə bilərdiniz vaxtında olsaydı. Bəlkə də o vaxt eləmişəm. Kimsə indi deyirsə ki, villa, başa düşmürəm, villa nəyə deyirlər? Hər bir kəsin Dərdəməli də deyirlər. Valla kəndlərdə, mənim gedirəm də, kəndlərdə olan ən o belə, kəndlərdə gördüyüm evlər mənim evimdən 10 dəfə yaxşıdır.